Bu yoldan istifadə edən sürücülər daha diqqətli olsunlar. Çünki bu magistralda bir körpü istifadəyə verilən kimi digərinin söküntüsünə başlanılıb. Bakı-Qazax magistralında növbəti avtomobil körpüsünün tikintisi aparılacaq. Texniki müayinələrin nəticələrinə əsasən istismar müddəti başa çatan körpü sökülərək yenidən inşa olunacaq. Bakı-Qazax yolunda daha bir avtomobil körpüsünün söküntüsünə başlanıldı. Görüntülər Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsindəndir. Magistral yolun əks hərəkət istiqamətində yerləşən avtomobil körpüsünün söküntüsü işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə söküntü işləri aparılmış texniki müayinələrin nəticələrinə əsasən qəbul edilib. Mütəxəssislərin rəyinə uyğun olaraq körpü istismar müddətini başa vurduğu üçün sökülərək yenidən inşa edilməsi zəruri hesab olunub. Magistralın 55-ci kilometrlik və Bakı-Qazax istiqamətindəki bu körpüdə artıq söküntüsünə başlanılıb. Səbəb isə körpüdə aparılan texniki müayinələr onun istismara məqsədə uyğun olmadığı hesab olunub. Layihəyə uyğun olaraq təkcə körpü deyil, eyni zamanda burada digər keçidlər də yenilənəcək və bu körpü müasir standartlara cavab verən formada tikiləcək. Yeni körpü müasir norma və standartların tələblərinə uyğun layihələndiriləcək. Körpünün yükdaşıma qabiliyyəti artırılacaq, hərəkətin təhlükəsizliyi və rahatlığı daha da yaxşılaşdırılacaq. Hazırda nəqliyyatın hərəkəti yeni tikilmiş körpü vasitəsilə təmin edilir. Bu isə növbəti mərhələyə keçməyə imkan yaradır. Belə ki, əks istiqamətdə yerləşən mövcud körpüdə də mərhələli şəkildə söküntü işlərinə start verilir və onun yerində də yeni körpü inşa olunacaq. Tikinti işləri müddətində hərəkətin təhlükəsizliyi və fasiləsiz təşkili əsas prioritet olaraq saxlanılacaq. Bu məqsədlə nəqliyyat axını müvəqqəti sxem əsasında yeni körpü üzərindən istiqamətləndiriləcək. Layihə yalnız əsas avtomobil körpüsünü əhatə etmir. Magistral yolun hər iki hərəkət istiqamətində yan yollarda yerləşən körpülər də sökülərək yenidən tikiləcək. Körpünün təmirdə olduğu müddətdə isə nəqliyyat vasitələrinin hərəkəti köməkçi yolla həyata keçiriləcək. Ona bildirək ki, bu körpü 1961-ci ildən istismar edilirdi. Bununla həmin hissədə yol infrastrukturunun tam şəkildə yenilənməsi nəzərdə tutulur. Qeyd edək ki, sözgedən magistral yolunun 55-ci kilometrliyində daha bir körpü tikilərək bir neçə gün öncə istifadəyə verilib. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Space xəbər.